Həftəlik bürclər Oğlaq Boğa Qız bürclərini 28 apreldən 5 maya doğru nələr gözləyir? Gəlin birinci baxaq. İlk öncə bunu demək istəyirəm ki, Oğlaqlar, bu həftə normadan çox enerjiniz var. Yəni sizin daxilinizdə olan enerji hər şeyi aktivləşdirə bilər. Hər şeyi zaman çərçivəsində doğru gücləndirəcək bir vəziyyətdədir. Sadəcə bu həftə özünüzə qarşı biraz haqsızlıq edə bilərsiniz. Nəyi necə edim, özümü necə aktivləşdirim, özümü hansı alana doğru pozitivləşdirim barəsində qərarsızlıqda qalacaqsınız. Amma o maddiyyata qarşı istəyiniz, pul maddiyyatla əlaqədar planlarınız, işləməyiniz, maddisi olaraq özünüzü aktivləşdirməyiniz çox mükəmməl bir zamandır. Sadəcə olaraq bu həftə bəzi insanların sizə ehtiyac duya bilər. Bəzi insanlar sizin enerjinizdən xoş olmayan bir şəkildə istifadə edə bilər. Bəzi insanlar sizin düşüncə fikirlərinizi önəmsəyə bilər. İş olaraq, pul olaraq, maddiyyat olaraq sizin nə planlarınız varsa iş, pul, maddiyyat barəsində oğurluq edə bilər, onları aktivləşdirib özünükləşdirə bilərlər. Bu həftə yeni bir başlanğıca girə bilərsiniz. Yəni bu şəxsi həyat ola bilər, yeni iş ola bilər, ailə ilə, özünüzlə əlaqədar. Çünki evrən sizi yeni bir alana aparır. Yəni yaşamadıqlarınızı başqa bir istiqamətdə Oğlaqlar yaşaya bilərsiniz. Ümidsizliklərinizi qırağa qoyursunuz. Çünki pozitiv alana keçirsiniz, güclənməyə zamanla başlayırsınız və içinizdəki o enerji o qədər pozitivdir. Yəni nələrisə o solmuş çiçəyi belə açdıracaq bir vəziyyətdə olmağı Oğlaqlar bacaracaqsınız. Ümidsiz deyilsiniz, mənim xoşuma gəldi. Güclənmiş bir sferaya keçməyə bacarırsınız. Hər şeyi dəngələşdirməyə bacarırsınız. Bu isə çox normaldır. Ümumi dəyərləndirsək 76%-ə qədər Oğlaqlar həftənizi uğurlu edə bilərsiniz. Buğalara gələndə isə buğalar küsmüşük. Niyə? Nələrdənsə küsmüşük, özümüzü aktivləşdirə bilmirik, özümüzü gücləndirə bilmirik. Bu həftə elə bir insan sizə gələcək ki, buğalar, bu insanın köməyi nəticəsində siz özünüzü yeni bir alana aparacaqsınız. Bu insanın köməyi nəticəsində həyatınızda bəzi nüansları tamamilə dəyişə bilərsiniz. Yenə özünüzü aktivləşdirə bilərsiniz. Həm iş, pul, maddiyyat baxımından kollektivinizi dəyişə bilərsiniz, həm özünüzü belə deyəndə kəskin formada yeniləyə bilərsiniz. Keçmişdən bəzi aldığınız xəbərlər, keçmişdən bəzi aldığınız məlumatlar var ki, onlar sizə maneə yarada bilər, onlar sizi yarımçıq sferada qoya bilər, aktivləşməyinizin qabağını ala bilərlər. Bu həftə heç kəsə qulaq asmırsınız, şərikli, yarımçıq, güclü bir işləri bu həftə aktivləşdirmirsiniz. Çünki bu həftə hər şeyi tək etməlisiniz. Məncilliyinizi aktivləşdirməlisiniz, egoistliyinizi aktivləşdirib özünüzü güclü bir sferaya doğru apara bilərsiniz. Qəti qərarlar verəcəksiniz, təhsilinizlə, imtahanınızla, özünüzlə bağlı buğalar, belə deyim də güncəllənəcəksiniz, sıfırlanacaqsınız və həftənin sonlarına doğru keçmişlə bağlı bir insanın sağlamlığı və yaxud da keçmişlə bağlı bir insan barəsində narahatçılıqlar və yarımçıqlar olacaq. Bunu düzəltməyə çalışsanız həftənizi 82%-ə qədər uğurlu edə bilərsiniz. Gəldik qız bürclərinə. Qız bürclər bu həftə biraz pis çıxsa da insanlar sizə möhtacdır. İnsanların sizə o qədər ehtiyacı olacaq. Mənəvi, maddi həddən artıq fərqi yoxdur. Və bu həftə yolla, maşınla, səyahətlə əlaqədar olaraq bəzi dəyişikliklər etməyə qərar alacaqsınız və bu qərar çox gözəldir. Dəngəsizliyiniz məni narahat edir. Qız bürclər çox kəskin olurlar. Beyin məntiqini işə salıb şahmat oynayan kimi planını qurub tak hər şeyi düzəltməyə bacaran insanlar. Bu həftə niyə qərarsızsınız? Bilmirəm, amma bu qərarsızlıqdan çıxmağa çalışın. Bu həftə qısqanclığınız olacaq. Bu həftə müqayisəniz olacaq. Bu həftə hər şeyin mənə gəlsin, axar çayın axar mənə doğru olsun, məni gücləndirsin kimi bəzi nüanslarınız olacaq. Maddisal baxımından xərcləyəcəksiniz, narazı qalacaqsınız. Maddiyyat gələcək, yenə narazı qalacaqsınız. Sizin bu həftə maddiyyatla bağlı narazıçılıqlarınız sizin gələcəyə doğru aktivləşməyinizi, sizin gələcəyə doğru güclənməyinizdə bəzi nüanslarda problem yarada bilər. Həftəlik negativlik yox. Sürətlənirsiniz, qısqanclığınız artır. Beyin olaraq, psixoloji olaraq özünüzü motivasiyadan çox özünüzü geriyə çəkən nüanslarınız var. Bunun qabağını ala bilsəz, ümumi dəyərləndirsək 84%-ə qədər qız bürcləri uğurlu ola bilər. Sadəcə mənim narahat edilən boğa sistemimizdə olan narahatçılıqlardır, onurğa sistemimizdə olan narahatçılıqlardır və qız bürcünün qadınları balaca jenski orqanımıza doğru aktivləşir. Çünki bəzi fəsadların aktivləşməsi özünü büruzə verəcək. Həftəlik bu qədər.